Salam. Bugün sizə artıq fəza fiqurlarından, yəni rectangular prism, onun da bir növü olan silindr haqqında danışacağıq. Gəlin görək biz fəza fiqurlarına aid olan sualları necə işləyəcəyik və orada hansı hissələrə diqqət etməliyik. Deməli, gördüyünüz kimi biz silindr bəlkə də çox vaxt görmüşük, yəni istifadə edirik hər hansı bir əşya olaraq. Silindr deyəndə oturacağında dairə olan bir prizmanı nəzərdə tuturuq və silindrin həcmi də normal prizmanın həcmi kimi hesablanır əslində. S oturacaq, yəni oturacağın sahəsini hündürlüyə vurmaqla hesablanır ki, bu formullar sizə zaten testdən öncə paylaşılacaqdır. Sadəcə sizin diqqət etməli olduğunuz məqam odur ki, sizə verilən radiusu və hündürlüyü düzgün şəkildə yerinə qoymaq lazımdır. Gəlin bir nümunəyə baxaq. Məsələn, sizə sual verəcək ki, silindrdə radius 3-dür, hündürlük 10-dur, həcm necə tapılır? Həcm üçün dedik ki, pi r² rusun h olacaqdır və bunu hesablamaq üçün təbii ki, yəni sadəcə yerinə qoymaq lazım gələcək. Məsəl üçün deyəcək ki, pi r-in yerinə artıq qoyacaq 3, 3-ün kvadratı vurulsun 10, okey, 9 vurulsun və 90 pi cavabımızdır. Ancaq bəzən bizə sualda sizi çaşdırmaq üçün diametr qoyur. Yəni deyir ki, silindrin diametri, oturacağının diametri filandır və siz bunun həcmini tapın. Yəni burada bəzən uşaqlar həyəcanlanır və radiusun əvəzinə götürüb diametri qoyurlar. Bu da cavabınızı səhv edəcəkdir. Ona görə mütləq diqqətlə oxumaq lazımdır ki, sualda sizə nə verib və sizdən nə soruşur. Təbii ki, biz keçən dərslərimizdə də vurğulamışdıq ki, radiusu tapmaq üçün diametri 2 yerə bölmək lazımdır. Yəni radiusu tapmaq üçün öncə ilə diametri böləcəksiniz 2-yə və sonra gətirib həmin formulu yerinə qoyacaqsınız və beləcə cavabı tapmış olacaqsınız.